bir Allahıma çox təşəkkür edirəm ki, həqiqətən də Allah bizim üstümüzə durdu. Allah bizim elə bir ki, onun varlığını hər an bu işimizdə hiss edir. Və Allahdan sonra da mən öz həyat yoldaşıma buna borcluyam. Həqiqətən də, yəni ki, xoşlamıram bu şeylərə. Çünki o dəstək olmasaydı, məsəl üçün, bəzi var ailələr, həyat yoldaşı olaraq öz xanımına şans verməyən həyat yoldaşları çoxdur, ailə başçıları çoxdur. Yəni, amma o mənə dəstək olaraq, mənə hətta təhsilimi davam etdirərək, yəni yoxluqdan bunlar olunurdu. Yəni, deyim ki, o axı təhsilin özü də ödənişlidir. Yəni, biz hər yerdən tamamilə özümüzü qapamışdıq. Heç kəslə nə ünsiyyət qurmurduq, necə qurmurduq. Dəvət olunanda da harasa bir qonaqlığa ancaq işimiz barəsində ancaq oxumaq ki, yəni məqsədimizə çataq. Şükür Allaha ona çatmışıq. Həqiqətən də mən o baxımdan indi də hal-hazırda bizi ancaq ikimiz bu yerdə bu işi qurmuşuq və yoldaşım çox dəstək olub və ona görə də mən həmişə deyirəm, bir Allahıma, bir də yoldaşıma ona görə borcluyam.